Zaxanova Müslümət Məhəmməd qızı 1942 martın 25'inde anadan olmuş. Azərbaycan Dövlət Televiziyasının Dublyaj redaksiyasında tərcüməçi kimi iştirak edirdim. Sonra isə keçdim televiziyanın xəbərlər baş redaksiyasına. 6 nəvəm var, 2 evladım var. Yaşamışıq. Yaxşı da yaşamışıq. Elə bil ki, buranın işçilərini istəyir, xadimələrindən tutmuş rəhbərinə qədər bunları seçib bura qoyublar ki, yəni ağıl, yaşlı insanlara münasibətlərini bildirmək üçün. Səhər tezdən düzün deyim də sizə, kompüterimi tez yaldırıram, görüm xəbərlərdən zaten nə var. Mənim böyük səhvim olub ki, evlatlarıma qazanmağın zəhmətini harda olmağını başa salmamışam. Hamısını hazırına eləmişəm ki, qoy uşaqların atasızdırlar deyə, qoy bunlar əziyyət çəkməsinlər. Hamarlamışam, özüm öz əlimdən şərait yaratmışam. Gərək hər kəs özündən başlasın, səhvin başqasını da axtarmasın. İstəmirəm yaşımın üstündə yaş gəlsin. Yaşamaq istəyirəm.